Çox adam elə düşünür ki, disiplin sərhəddir, amma disiplin sərhəd deyil, disiplin bir azadlıqdır. Sən kim olmaq istədiyini biləndə, nəyi etmək istədiyini biləndə daha disiplinli olmağa başlayırsan və disiplinli olduğun zaman da həyatını istədiyin kimi idarə edə bilirsən. Salam, mən Sona Çərkəzli. Kanalıma xoş gəlmisən. Bu kanalda sənin ən yaxşı versiyana çatmaq üçün çoxlu videolar var. Əgər sən də özünün ən yaxşı versiyasına çatmaq, daha çox inkişaf etmək istəyirsənsə, kanalıma abunə ola bilərsən. Disiplinli olmaq istəyirsənsə, ilk olaraq kim olmaq istədiyini bilməlisən. Yəni sən kim olmaq istədiyini, nə etmək istədiyini dəqiq biləndə, yəni bunu beyninə dəqiq ötürəndə artıq daha çox disiplinli olmağa başlayırsan. Məsələn, istəyirsən ki, səhərlər erkən qalxan biri olasan, çox kitab oxuyan biri olasan və yaxud da dərslərində uğurlu olan biri olasan və yaxud da digər şeylər. Bütün bunları, yəni kim olmaq istədiyini, nələr etmək istədiyini dəqiq biləndə və bunu beyninə ötürəndə artıq sən hərəkətə keçməyə daha yaxşı başlaya bilirsən və motivasiyaya ehtiyacın qalmır. Motivasiya elə bir şeydir ki, birazdan bunun haqqında danışacağam. Motivasiya elə bir şeydir ki, o gəlib gedə bilər, amma sən disiplinli olanda, yəni kim olmaq istədiyini biləndə, hər səhər yerindən oyananda, o yataqdan qalxmaq istəməyəndə, amma bilirsən ki, sən səhərlər erkən oyanıb işlərini daha yaxşı görmək istəyən birisən, daha erkəndən qalxıb bütün işlərini çatdırmaq istəyən birisən. Bunu biləndən sonra artıq düşünürsən ki, hə, mən indi motivasiyam olmasa belə, o yataqdan çıxmağa bir həvəsim olmasa belə, mən bunu etmək istəyirəm. Mən səhərlər erkən qalxıb bütün işlərimi görmək istəyirəm. Belə olan təqdirdə artıq sən motivasiyaya ehtiyacın qalmır, disiplinli olaraq qalxırsan və bunu təkrarlayan zamanda daha çox disiplinin yaranmağa başlayır. Daha sonra kiçik, amma dəyişməyən qaydalar yaratmağa çalış. Məsələn, hər gün 5 dəqiqə kitab oxumaq, hər gün 5 dəqiqə yürüyüş eləmək, hər gün saat 8-də yuxudan qalxmaq və digər şeylər. Yəni sən bunu davamlı olaraq eləsən və kiçik-kiçik başlasan, əlbəttə ki, daha yaxşı nəticə alacaqsan. Tutaq ki, sən hər gün saat 12-də yuxudan duran birisənsə, desən ki, mən sabahdan etibarən saat 8-də yuxudan oyanacağam, bu artıq bir qədər çətin olacaq. Amma 12-də durursan, sabahsı gün 11:30-da, ondan sonra 11:00-da yavaş-yavaş saat 8-ə gətirib və bunu davamlı eləsən və yaxud da ki, heç kitab oxumayan birisənsə, birinci 1 dəqiqə, sonra 2 dəqiqə, sonra 3 dəqiqə, bunu 5 dəqiqəyə gətirib hər gün 5 dəqiqə eləsən, zaten beynin axım funksiyası da var. Bunu 5 dəqiqədən daha çox eləyə bilərsən və yaxud da ki, hər gün 5 dəqiqə yürüyüş deyirsənsə, bunu mütləq ki, 5 dəqiqə yürüyüş eləsən və bunu davamlı eləsən, əlbəttə ki, sən daha çox disiplinli olmağa başlayacaqsan. Yəni kiçik-kiçik başlayanda daha yaxşı nəticələr əldə eləmək olur. Birdən-birə özümüzü çətinə salanda beyin bizi qorumaq üçün ümumiyyətlə heç nə etməməyə başlayır. Buna görə də disiplinli olmaq istəyirsə və bunu davamlı eləmək istəyirsə, birinci kiçik addımlarla başlayıb ondan sonra onu yavaş-yavaş artıq böyüdə bilərik. Daha sonra sistemini qur və motivasiyaya güvənmə. Bayaq da dediyim kimi, motivasiya gəlib gedə bilər. Amma disiplinli olanda və biz sistemi quranda, əlbəttə ki, daha yaxşı nəticələr əldə edirik. Məsələn, hər gün səhər oyanmaq, hər gün 5 dəqiqə kitab oxumaq, bayaq dediyim kimi, hər gün yürüyüş eləmək və yaxud da digər şeylər. Bunlar əlbəttə ki, dəyişə bilər. İndi mən ümumi olaraq deyirəm. Yəni siz özünüzə uyğun olaraq bunları seçə bilərsiniz. Yəni sistem quranda və bu sistem qurmağın ən yaxşı yolu əlbəttə ki, planerdən istifadə etməkdir. Sizin balaca bir dəftəriniz olsa və hər gün oraya saat 8-də yuxudan durmaq, ondan sonra 5 dəqiqə yürüyüş eləmək, 5 dəqiqə kitab oxumaq. Yəni bunu sistemli şəkildə etsəniz, hər dəfə edəndə də qabağına balaca bir tik qoysanız, beyninizə hə, mən bu işi elədim siqnalı gələcək və bunu davamlı olaraq eləyəndən sonra daha disiplinli olmağa başlayacaqsınız. Yəni əzizim, çalış ki, sistemi qurasan, motivasiyaya güvənməyəsən, motivasiya gəlib gedə bilər, amma sənin sistemin olduğu təqdirdə sən daha çox disiplinli olmağa başlayacaqsan. Daha sonra çalış ki, komfort zonanı genişlədəsən. Bax, komfort zonadan çıx demirəm. Çünki birdən-birə komfort zonamızdan çıxsaq, məsələn, hər gün saat 12-də oyanan biri birdən-birə saat 7-də oyanmaq istəsə hər gün, əlbəttə ki, bu komfort zonasından çıxmaq deməkdir. Beyin özünü təhlükədə hiss edəcək və bunu bir gün, 2 gün eləsə belə davamlı olmağı çətin olacaq. Demirəm mümkünsüzdür, edə bilən insanlar var, amma bu çətin olacaq. Ona görə də yaxşı olar ki, yavaş-yavaş komfort zonasını genişləndirək. 12-də durursansa yarım saat azaldıb o saata çatandan sonra davamlı olmaq lazımdır. Və yaxud da ki, sən ümumiyyətlə dərs oxumayan birisənsə, hər gün sadəcə kitabın üstünə baxıb kənara qoyan birisənsə, hər gün 5 dəqiqə onu oxumağa çalışsan, daha yaxşı nəticə alacaqsan. Yəni çalış ki, komfort zonanı genişlədəsən, heç etmədiyin şeyləri yavaş-yavaş artıq rutininə daxil etməyə başlayasan. Yəni birdən-birə eləsən, beynin təhlükədə hiss edəcəkdir, ümumiyyətlə eləyə bilməyəcəksən, bir yerdən sonra buraxacaqsan. Amma komfort zonanı genişlətsən, yavaş-yavaş istədiklərini əldə edib artıq disiplinli olmağa başlayacaqsan. Psixoloji olaraq baxsaq, disiplinli insan azad insandır. Çünki disiplinli olanda biz daha stressiz oluruq, vaxtımızı doğru idarə edirik,
bilirik, istədiklərimizi əldə edə bilirik, gələcəyimizi daha aydın görə bilirik və belə olanda biz daha rahat olmağa başlayırıq, öz həyatımızı istədiyimiz kimi idarə etməyə başlayırıq. Bütün bu dediklərimi tətbiq etsən, bundan sonra daha disiplinli olmağa başlayacaqsan. Ümid edirəm ki, bu video sənin üçün maraqlı oldu. Əgər bu tipli videoların daha çox gəlməyini istəyirsənsə, kanalıma abunə olub, videonu bəyənib və yazmağı unutma.